John Maxwell Coetzee, ədəbiyyat üzrə Nobel mükafatçısı. Əsərin adı Barbarları gözləyərkən, Qanun nəşriyyatı, səsləndirən Zümrüd Kərimova. Romanın baş qəhrəmanı, imperiyanın sərhədində 30 il ömür sürmüş hakim, barbarların üsyana qalxıb hökmranlarına yaxşı dərs verməyini arzu etsə də, əsərin sonunda öz seçimini edir və sivilizasiyadan imtina edərək barbarlara yaxın bir həyat tərzi sürməyə başlayır. Beləliklə, o öz vicdanı ilə barışır. Çünki sivilizasiyanın içində yaşamaq ona utanc gətirirdi. John Maxwell Coetzee'nin 1980-ci ildə işozu görən Barbarları gözləyərkən romanı cəmiyyəti nəzarət altında saxlamaq üçün uydurulmuş düşmənlərdən bəhs edir. Coetzee köləliyin psixologiyasını anlamağa, şuurun yox sözünü deməyə mane olan qanunlarını dərk etməyə çalışır. O, köləlik ilə könüllü itaət arasında böyük fərq olduğunu nəzərə çarpdırır. Köləlik insanı alçaldır, könüllü itaət isə ruhi yüksəliş, insanın öz üzərindəki zəhmətinin məhsuludur. Kölələr üsyan arzusu ilə yaşayırlar. Həyata öz iradələri ilə boyun əyənlər isə öz mənəvi əxlaqi seçimlərini edir və sakit vicdanla yaşayırlar. Zülmə məruz qalmış hər insan qul sayıla bilməz. 1-ci fəsil. Gözlərinə məftil ilməli dəyirmiş şüşə parçaları taxıb. Birinci dəfədir belə şey görürəm. Məyər o kördür? Əgər kör gözlərini gizlətmək istəsəydi, başa düşmək olardı. Lakin o kör deyil. Kənardan tünd və bulanıq görünən şüşələr ətrafı aydın görməyinə mane olmur. Dediyinə görə ən yeni ixtiradır. Gözləri günəşin şüalarından qoruyur. Səhrada çox lazım olur. Gözlərini az qıyırsan. Başın da az ağrıyır. Baxın, gözünün kənarına toxunur. Heç qırış yoxdur, deyib şüşələri təzədən gözünə taxır. Doğrudan da dərisi çox tarımdır. Bizdə hamı bundan taxır. O deyir. Meyxananın ən yaxşı otağında əyləşmişik. Aramızdakı stolun üstünə su qabı və bir nəlbəki qoz qoyulub. Gəlişinin səbəbini müzakirə etmirik. Fövqəladə vəziyyətə görə gəlib. Bu hər şeyi izah edir. Ovdan danışırıq. O, bu yaxınlarda çıxdığı böyük ovdan, minlərlə maralı, qabanı və ayıları necə vurduqlarından, heyfləri gəlsə də dağ boyda cəmdə yığınını yerindəcə qoyub gəlməli olduqlarından danışır. Mənsə hər il bizim göldə məskunlaşan köçəri qaz və ördək dəstələrinin gözəlliyindən, buradakı ov üsullarından söhbət açır, gecə qayıqla balıq ovuna çıxmağı təklif edirəm. Baxmalı mənzərədir, deyirəm. Balıqçılar məşəl yandırıb suyun altında təbil döyəcəklər ki, balıqlar birbaşa tora tərəf üssünlər. O, başını yırğalayıb sərhədə yaxın başqa bir əyalətə səfərini xatırlayır. Bu əyalətin sakinlərinin ilanları ən dadlı yemək hesab elədiklərindən, oradakı böyük bir antilopu necə vurduğundan danışır. Vərdiş eləmədiyi mebellərin arasında inamsız hərəkət etsə də, gözünə taxdığı tünd şüşələri çıxartmır. Yatmağa çox tez gedir. Şəhərimizdə daha yaxşı bir yer olmadığına görə meyxanada qalır. Meyxanaçı və xidmətçilərə onun çox vacib bir şəxs olduğunu izah edirəm. Polkovnik Joel 3-cü bölmədə vətəndaş mühafizəsinin ən mühüm bölməsində xidmət edir, deyirəm. Hər halda paytaxtdan böyük ləngimə ilə çatan şayələr bunu göstərir. Meyxanaçı başını tərpədir, xidmətçilər yaltaqlıqla təzim edirlər. Həsirimi qala divarlarının üstünə sərrirəm. Burada axşam küləyi qısa müddətə də olsa istini unutdurur. Şəhərin yastı damlarında yatan insanların silüetlərini görürəm. Meydandakı qoz ağaclarının altından hələ də boğuq səslər eşidilir. Kiminsə təmbəkisi qaranlıqda işılda quş kimi qızarır. Qırmızı nöqtə gah sönür, gah təzdən alışır. Yayın qurtarmağına az qalır. Bağlardakı ağaclar bağlarının ağırlığı altında əyiliblər. Gəncliyimdən bəri paytaxtda olmamışam. Dan yeri sökülməmiş oyanıb barmaqlarımın ucunda nərdivandan enir, yatan əskərlərin yanından ötürəm. Əskərlər o tərəf bu tərəfə çevrilir, ah çəkir, yuxuda analarını və nişanlılarını görürlər. Minlərlə ulduz yuxarıdan bizə baxır. Doğrudan da biz dünyanın damında yaşayırıq. Gecə yarısı açıq səma altında oyananların gözləri qamaşır. Ayaqlarını cütləyib darvazanın yanında oturan qaravulçu tüfəngini körpə uşaq kimi qucağına sıxıb möhkəm yuxuya gedib. Dalandarın hini bağlı olsa da arabası bayırdadır. Ötüb keçirəm. Dustaqları saxlamaq üçün şəraitimiz yoxdur. Mən izah edirəm. Burada cinayət kifayət qədər nadir hadisədir. Günahkarlar əsasən cərimə və ya icbari işlə cəzalandırılırlar. Gördüyünüz kimi bu daxmadan yalnız taxıl saxlamaq üçün istifadə edirik. Darıskal pəncərəsiz daxmadan ifunət iyi gəlir. Əl-qolu bağlı iki məhkum döşəmədə uzanıb qalıb.
İy, yəni qurumuş sidik iyi onlardan gəlir. Keşikçini çağırıb göstəriş verirəm. Su gətir, yuyunsunlar. Cəld ol. Qonağa anbarın yolunu göstərib, soyuq alaqaranlıqda onun addımlayıram. Bu il icma torpaqlarından 3000 bushel məhsul alacağımızı ümid edirik. İldə cəmi bir dəfə toxum səpirik. Son vaxtlar hava əlverişlidir. Çovullar, onların sayını azaltmağın yolları barədə danışırıq. Daxmaya qaydanda nəmküliyi duyuruq. Məhkumlar küncəyə dizi üstə dayanıb gözləyirlər. Onlardan biri qoca kişi, digəri isə demək olar ki, hələ uşaqdır. Onlara bir neçə gün əvvəl tutublar. Mən deyirəm. Buradan 20 mil uzaqlıqda basqın olub. Görünməmiş hadisədə adətən qalaya bu qədər yaxınlaşmırlar. Bunları basqından sonra tutublar. Günahlarını danırlar. Danışmaq istəsəz, tərcümə edə bilərəm. Oğlanın üz-gözü qançırlayıb, gözünü aça bilmir. Qarşısında çöməlib yanağını tumarlayıram. Bura bax, oğlan, sərhəd dialektində deyirəm. Səninlə danışmaq istəyirik. Cavab vermir. Özünü axmaqlığa qoyub. Gözətçi donquldanır. Sizi başa düşür. Onu kim döyüb? Mən yox, gözətçi deyir. Bura gətiriləndə bu kökdə idi. Səni kim döyüb? Oğlandan soruşuram. Mənə qulaq asmır. Gözlərini çiyinlərimin üstündən gözətçiyə yox, polkovnik Cola zilləyib. Cola tərəf dönürəm. Yəqin ömründə belə şey görməyib. Əlimin hərəkəti ilə şüşələri nəzərdə tutduğumu izah edirəm. Yəqin elə bilir ki, körsüz. Col təbəssümümə cavab vermir. Görünür, dustaqların yanında müəyyən məsafə saxlamaq lazımdır. Qocanın qarşısında çöməlirəm. Ata, qulaq as, səni basqından sonra tutduğumuza görə bura gətirmişik. Özün başa düşürsən ki, ciddi məsələdir. Səni cəzalandıra bilərlər. Qoca dodaqlarını yalayır, üzü bombozdur. Yorğun görünür. Ata, bu cənabı görürsən? Paytaxtdan gəlib. Bütün sərhədyanı qalalara baş çəkir. Onun işi həqiqəti aşkara çıxarmaqdır. Başqa işi yoxdur. O yalnız həqiqəti öyrənir. Mənimlə danışmaq istəməsən, onunla söhbət eləməli olacaqsan. Başa düşdün? Qoca xırıltılı səslə, "Zati əlləri" deyib öskürür. Zati əlləri, biz oğru deyilik. Əskərlər bizi heç nəyin üstündə tutub əl-qolumuzu bağladılar. Şəhərə həkimin yanına gedirdik. Bu oğlan bacım oğludur. Yarası sağalmaq bilmir. Biz oğru deyilik. Ağalara yaranı göstər. Oğlan dirsəyindən biraz yuxarı sarılmış əski parçasını əlinin və dişlərinin köməyi ilə tələsə-tələsə açır. O, qurumuş qana və çirkə bulanmış, son qatları dəriyə yapışmış sarğının kənarlarını qoparıb, yarasının qırmızı halqasını bizə göstərir. Görürsüz, qoca deyir, neyniyirik sağalmır. Onu həkimə aparırdım. Əskərlər bizi tutdular. Və salam. Qonağımla birlikdə meydanı keçib geri qayıdıram. Başlarının üstündə yuyulmuş camaşırlarla dolu səbət daşıyan üç qadın yanımızdan ötür. Boyunlarını tərpətmədən maraqla bizi süzürlər. Günəş amansızcasına parıldayır. Bunlar uzun illərdir ki, tutduğumuz yeganə adamlardır. Mən deyirəm. Təsadüf, başqa vaxt sizə bircə barbar da göstərə bilməzdik. Onların talanları bizə o qədər də ziyan vurmur. Bəzən bir-iki qoyun oğurlayır, bəzən də hansısa yük heyvanını karvandan ayırırlar. Bəzən biz də cavabında onlara basqın edirik. Axı onlar əsasən kasıb qəbilələrdəndirlər. Öz mal-qaraları çox azdır. Çay kənarındakı torpaqlarda yaşayırlar. Ona görə də soyğun onların həyatının demək olar ki, ayrılmaz hissəsidir. Qoca deyir ki, oğlanla birlikdə həkimə gedirmişlər. Güman ki, elə belə də olub. Qoca kişi ilə xəstə uşağı basqına aparmaq kimin ağlına gələr? Qəfildən onları müdafiə etdiyimi anlayıram. Əlbəttə, dəqiq deyə bilmərəm, amma dedikləri yalan da olsa, sizə nə faydaları dəyə bilər? Sadə avam adamlardır. Müəmmalı susqunluğundan, sağlam gözlərini gizlədən şüşənin bayağı teatral əsrarəngizliyindən əsəbləşdiyimi gizlətməyə çalışıram. Qadın kimi əlləri qoynunda yeriyir. Bununla belə, əgər etirazınız yoxdursa, elə bu axşam onları sorğuya çəkməliyəm. Köməkçim yanımda olacaq. Bundan başqa mənə yerli dili bilən bir nəfər lazım olacaq. Gözətçi yerli dialektdə danışa bilir. Hə, hamımız fikrimizi izah edə bilirik. Bəs mənim orada olmağımı istəmirsiniz? Sizin üçün maraqsız olar. Biz sınaqdan keçirilmiş sulardan istifadə edirik. Sonradan çox adam ambardan qışqırıq səsləri gəldiyini desə də, mən heç nə eşitmirəm. O axşam həmişəki işlərimlə məşğul olsam da, bir saniyə belə indi ambarda nə baş verdiyi barədə düşünməyə bilmirdim. Hətta qulaqlarımı da güclü insan fəryadlarını eşitməyə kökləmişdim. Lakin ambar ağır qapıları, kiçik pəncərələri olan nəhəng bir binadır. Üstəlik buradan xeyli uzaqda.
Canı məhəlləsində salıxana və dərmanın arxasında yerləşir. Digər tərəfdən əvvəl Qaravulxana olmuş, sonradan Sərhədyanı qalaya, tədricən isə 3000 insanın yaşadığı əkinçilik rayonuna çevrilmiş bu yerlərdə isti yay gecələrində sakinlərin gündəlik həyatının yaratdığı hay-küy kimsə hardasa qışqırdığı üçün kəsilmir. Polkovnik Colun boş vaxtı olanda növbəti görüşümüz zamanı işgəncələrdən söz salıram. Budur, artıq özümə bəraət qazandırmağa başlamışam. Bəs dindirilən adam düzünü dediyinə baxmayaraq, qarşısındakının ona inanmadığını başa düşürsə necə? Mən soruşuram. Dəhşətli vəziyyətdir, elə deyil? Təsəvvür edin, insan günahını boynuna almağa hazır olsa da, etiraf edə biləcəyi heç nə yoxdur. Mənlə sınamış olsa da, onu yenə də təzyiq göstərir, yeni etiraf tələb edirlər. Hələ dindirənin üzərinə düşən məsuliyyəti demirəm. Ümumiyyətlə, eşitdiklərinizin həqiqət olub-olmadığını necə müəyyən edirsiniz? Səs tonundan. Çox cavab verir. İnsan həqiqət deyəndə səsində xüsusi bir tanallıq olur. Bu tonu müəyyən etmək üçün bizə keçdiyimiz təlimlər və təcrübə kömək edir. Səsin həqiqət tonu, adi gündəlik söhbətlərdə də bu tonu eşidirsiniz. Məsələn, indi mənim yalan danışıb-danışmadığımı müəyyənləşdirə bilərsiniz. İlk dəfə idi bu qədər səmimi söhbət edirdik. Lakin Joel əlinin yüngül hərəkətləri ilə bu böyük anın üstündən xətt çəkir. Yox, məni başa düşmədiniz. Mən konkret şərait barədə danışıram. Həqiqət axtarıb tapmalı olduğum, həqiqəti öyrənmək üçün güc tətbiq eləməli olduğum məqamlardan. Əvvəl suallarımın cavabında yalnız yalan eşidirəm. Bilirsiniz, bu sınanılıb. Deməli, əvvəl yalan gəlir, təzyiq göstərirəm, yenə də yalan, daha möhkəm sıxışdırıram. Sonra fasilə verib, daha da möhkəm sıxışdırıram və həqiqəti eşidirəm. Həqiqəti eşitməyin yolu budur. Ağrını həqiqət kimi qəbul edir, qalan hər şeyə şübhə ilə yanaşırıq. Polkovnik Cola söhbətimdən bunu əxs edirəm. Xəyalımda isə onun geri dönməyə can atdığı paytaxt həyatından mənzərələr canlanır. Antrakt vaxtıda. Qüsursuz dırnaqları, bənövşəyi dəsmalı, yumşaq ayaqqabılı zərif ayaqları olan Joel yoldaşları ilə qeybət eləyə-eləyə foyedə addımlayır. Hərçənd mən kiməm ki, ona aramızda uçurum olduğunu sübut edim. Mən polkovniklə yeyir, içir, ona şəhərimizin görməli yerlərini göstərir, mandatının əmr etdiyi yardımı və ondan da artıq qulluğu göstərirəm. İmperiya təbəllərindən bir-birini sevməyi yox, hər kəsin öz vəzifəsini yerinə yetirməsini tələb edir. Polkovnikin şəhərin hakimi kimi mənə verdiyi hesabat olduqca qısadır. Dindirilmə zamanı məhbusun ifadəsində ziddiyyətlər aşkar edildi. Ziddiyyətlər diqqətinə çatdırılanda isə o qəzəblənərək sorğunu aparan zabitin üstünə atıldı. Süpürləşmə zamanı məhbus divara çırpıldı. Məhbusu həyata qaytarma cəhdləri uğurla nəticələnmədi. Qanuna müvafiq protokol tərtib etmək üçün gözətçini çağırıb şahid kimi ifadə verməyə xahiş edirəm. O, faktları sadalayır, mənsə yazıram. Məhbus qəzəblənib gəlmə zabitin üstünə hücum çəkdi. Onu sakitləşdirə bilmək üçün məni köməyə çağırdılar. Lakin mən qaçıb gəlinə qədər dava artıq qurtarmışdı. Məhbus şüursuz vəziyyətdə idi, burnundan qan axırdı. Gözətçiyə imzalayacağı yeri göstərirəm. Ehtiramla qələmi əlimdən alır. Zabit mənə nə deməli olduğunu sənə izah edib? Sakitcə soruşuram. Bəli, cənab. O cavab verir. Məhbusun əlləri bağlı idi? Bəli, yəni xeyr. Gözətçini azad edib dəfn üçün icazə kağızını imzalayıram. Sonra isə yatmaq əvəzinə fənəri götürüb meydanı keçir, dalanları dönüb ambara çatıram. Gözətçi dəyişib. Yeni gözətçi daxmanın qapısında adyalı bürünüb yatıb. Bu da əvvəlki gözətçi kimi sadə kəndli oğlandı. Ambardakı sisək yaxınlaşdığımı hiss edib susur. Rəzənin səsi gözətçini oyatmır. Fənəri yuxarı qaldırıb içəri keçərkən, bundan sonra müqəddəs hesab olunacaq, bəlkə də artıq ləkələnmiş, hərçənd nə fərqi var? Dövlətin sirlərini mühafizə edən bir əraziyə daxil olduğumu anlayıram. Oğlan küncdəki samanların üstündə uzanıb, sağdır. Özünü yuxululuğa vursa da, narahat vəziyyətdə uzanmağa əslində yatmadığını göstərir. Əl-qolu bağlıdır. Ambarın o biri küncündə uzun ağ düyünçə var. Gözətçini oyadıram. Sənə kim deyib meyti burada saxla? Onu kəfənə kim büküb? Gözətçi səsimdəki qəzəbi duyur. Cənab zabitlə gələn adam. Mən gələndə burada idi. Oğlana dedi ki, özüm eşitdim. Dedi ki, babanla yat. Qoy üşüməsin. Özünü elə göstərirdi ki, güya oğlanı da kəfənə bükmək istəyir. Amma bükmədi. Oğlan eyni narahat vəziyyətdə uzanıb. Gözlərini qıyıb.
Meyti daxmadan çıxarırıq. Həyətdə gözətçi fənəri tutur, qayçı ilə tikişi söküb kəfəni aralayır, parçanı qocanın üzündən ayırıram. Qana bulanmış ağ saqqalı qaxaca dönüb, əzilmiş dodaqları damağına tərəf dartılıb, dişləri sındırılıb. Bir gözü çevrilib, o birinin yerində qanlı dəlik var. Ört, gözətçiyə deyirəm. Gözətçi sökülmüş kəfənin kənarlarını bağlamağa çalışsa da, vurduğu düyün açılır. Deyirlər ki, başını divara vurub. Sən nə deyirsən? Gözətçi yorğun-yorğun üzümə baxıb susur. Kəndir gətir, möhkəm bağla. Fənəri oğlanın üzünə tuturam. Yerindən qımıldanmır. Aşağı əyilib üzünü sığallayıram. Titrəməyə başlayır. Bütün bədənini üşütmə tutur. Qorxma, deyirəm. Səni incitməyəcəm. Arxasını mənə çevirib bağlı əlləri ilə üzünü örtür. Əlləri şişib və qızarıb. Kəndiri açmağa çalışıram. Özümü oğlanın qarşısında günahkar hiss edirəm. Bütün hərəkətlərim naqolaylaşır. Qulaq as, cənab zabitə həqiqəti deməlisən. O səndən başqa içini istəmir. Həqiqəti dediyinə inanırsa, səni toxunmayacaq. Amma gərək bildiklərinin hamısını ona danışasan. Bütün suallara dürüst cavab verməlisən. Ağrısa, qorxma. Nəhayət ki, düyünü aralayıb kəndiri boşaldıram. Qan axmağa başlayana qədər əllərini bir-birinə sürt. Ona deyirəm. Əllərini əlimə alıb sürtürəm. Ağrı içində özünü büzüşdürüb barmaqlarını qatlayır. Niyə yalan danışım? Atasının qəzəb tutulmaları arasındakı qısa fasilələrdə övladına təsəlli verən məzlum ana rolunu oynayıram. İndi başa düşürəm ki, sorğu zamanı növbə ilə iki maska dəyişmək, biri sərt, biri isə mülayim səslə danışmaq olar. Axşam yemək yeyib, gözətçidən soruşuram. Bilmirəm. Sənə yemək veriblər? Oğlandan soruşuram. Başını bulayır. Getdikcə özümü daha da pis hiss edirəm. Bu məsələyə qarışmaq lazım deyildi. Heç bilmirəm axırı nə olacaq. Gözətçiyə sarı dönürəm. Mən gedirəm, amma səndən üç xahişim var. Birincisi, dincilən alından sonra əllərini təzdən bağla. Çalış çox sıxmayasan ki, şişməsin. İkincisi, qoy meyit olduğu yerdə, həyətdə qalsın. Ambara qaytarma. Səhər tezdən məzarçıları göndərərəm. Soruşan olsa, de ki, mən göstəriş vermişəm. Üçüncüsü, ambarı bağla, ardımca mətbəxə gəl. Yemək tapın verim, gətir oğlanı yedizdir. İndi isə getdik. Qətiyyən bu məsələyə qarışmaq istəmirdim. Şəhər hakimi, imperiyaya xidmət edən məsul bir məmur kimi təqaüdə çıxana qədər bu sakit sərhəd şəhərində yaşayıb, tezliklə asüdəliyə çıxmaq arzusundayam. Burada kilsə desiyyatını və vergiləri toplayır, icma torpaqlarını idarə edir, qarnizonumuzun bütün ehtiyaclarının təmin olmasına, ticarətə nəzarət edir, kiçik zabitlərə, yəni buradakı yeganə zabitlərə rəhbərlik edir, həftədə 2 dəfə məhkəmə iclaslarında sədrlik edirəm. Bundan başqa günəşin doğuşunu və qürubu seyr edir, yeyir, yatır, ürəyim istəyən kimi yaşayıram. Ümid edək ki, haqqım olan 3 sətirli kiçik şriftli məlumat. Mən öləndə İmperiya xəbərləri qəzetində özünə yer tapacaq. Sakit zəmanədə sakit həyat. Özüm üçün başqa heç nə istəməsəm də, keçən ildən paytaxtdan barbarlar arasındakı çaxnaşmalarla bağlı xəbərlər gəlməyə başlamışdı. Əvvəllər təhlükəsiz sayılan yoldan keçən ticarət kərvanları hücum və qarətlərə məruz qalırdı. Malqara uğurluğu artmış, adi hal almışdı. Qeydiyyat aparan bir neçə məmur qeyb olmuş, sonradan tələsik qazılmış qəbirlərdən meyitlər tapılmışdı. Təftiş səfəri zamanı əyalətlərdən birinin qubernatoruna atəş açılmışdı. Hardansa sərhəd mühafizə dəstələri ilə toqquşmalar baş vermişdi. Şayələrə görə barbar qəbilələri silahlanırlar. İmperiya ehtiyat tədbirləri görməsə, müharibə qaçılmaz olacaq. Özüm belə hallarla üzləşməmişəm. Şəxsi müşahidələrim göstərir ki, barbarlar haqqında yayılan şayələr hər 30-40 ildən bir həyəcana səbəb olur. Sərhəd ərazisində yaşayan hər bir qadın dəfələrlə yuxusunda barbarın qara əllərinin çarpayının altından uzanıb topuğuna yapışdığını görür. Kişilər isə dəhşət içində barbarların evlərinə talan etdiklərini, şüşələri sındırıb pərdələri yandırdıqlarına, qızlarını zorladıqlarını təsəvvür edirlər. Bütün bu fantaziyalar həddən artıq qayğısız həyatın nəticəsidir. Barbarlar ordusunu gözlərimlə görmədən deyilənlərə inanmaq fikrində deyiləm. Paytaxtda qorxurlar ki, qərbdə və şimalda məskunlaşmış barbar qəbilələri nəhayət birləşmə qərarına gələr. Baş qərargahın zabitlərinə təftiş üçün sərhədə getmək tapşırılıb. Ayrı-ayrı qarnizonlar möhkəmləndirilib. Tacirlərin xahişi ilə kərvanları hərbi dəstələr müşayiət edir.
Vətəndaş mühafizəsinin 3-cü bölməsinin rəsmiləri, nifaqın ən gizli tərəflərinə işıq sala bilən mütəxəssislər, imperiya təhlükəsizliyinin məhkumları dindirməkdəki ustalıqları ilə seçilən keşikçiləri sərhəd ərazisinə gəlməyə başlayıblar. Əvvəllər belə şey olmamışdı. Ona görə də deyə bilərəm ki, rahat gecələrim, qayğısız illər geridə qalıb. Ağlım olsaydı, o iki kütbeyni polkovnikə təhvil verib deyərdim. Buyurun, polkovnik, siz öz işini bilən adamsınız. Özünüz onlarla məşğul olun. Planlaşdırdığım kimi bir neçə günlük ov üçün deyək ki, çayın yuxarı sahillərinə gedər, qayıtdıqdan sonra isə oxuyub eləmədən uzaq başı ötəri nəzər salıb, hesabata öz mühürümü vurar, sorğu sözünün əslində nə demək olduğunu özümdən soruşmazdım. Kifayət qədər ağıllı olsaydım, indi gündəlik işlərə qayıda bilərdim. Ördək yovuna çıxar, özümü cismani həzlərin ixtiyarına verər, gözümü bir də o vaxt açardım ki, ixtişaşlar qutarıb, sərhəd sakitləşib. Təəssüf ki, heç yana getmədim. Gücüm yalnız anbardan gələn fəryadları eşitməyi, özümə qadağan etməyə çatdı. Bir axşam isə dözə bilməyib, hər şeyi gözlərimlə görmək üçün fənəri götürüb anbara getdim. Hər yan ağ qarla örtülüb. Yuxumda qarnizon qapılarından keçib, bayraqsız dirəyin yanından ötürəm. Ayaqlarımın altından qaçan şəhər sayrışan səma ilə birləşir. Divarlar, ağaclar, evlər, hər şey bir-birinə qarışıb çəkisini itirir. Yer hüdudlarından kənara çıxır. Meydan boyunca sürüşürəm. Tədricən bəyazlığın arasında oynayan uşaqların qara siluetlərini görməyə başlayır. Uşaqlar qardan qala düzəldib üstünə balaca qırmızı bayraqlar sancırlar. Əlcəkləri, çəkmələri, şərfləri onları soyuqdan qoruyur. Ovuc-ovuc qar gətirib qalanın divarlarını daha da qalınlaşdırırlar. Uşaqların nəfəsindən buğ çıxır. Qala ətrafındakı bənd artıq yarıya qədər tikilib. Uşaqların hayküyü arasında bir neçə söz seçə bilmək üçün diqqətlə qulaq assam da, dediklərindən heç nə anlamıram. Böyük qara bir kölgə olduğumu anladığımdan, yaxına getdikcə uşaq fiqurlarının yoxa çıxmasına təəccüblənmirəm. Təkcə papaqlı qız yerindən tərpənmir. Yoldaşlarından böyüdü, bəlkə də artıq həddi buluğa çatmış gənc bir qızdır. Arxasını mənə çevirib qalanın qapılarını düzəldir. Ayaqlarını dizindən qatlanıb, əlləri yoğurur, əzir və yapır. Arxasında dayanıb baxıram, qanrılıb baxmır. Başlığın sivri ucları arasındakı üzünü təsəvvür etməyə çalışsam da, bacarmıram. Oğlan kürəyi üstə çılpaq uzanıb yatır. Tez-tez və qırıq-qırıq nəfəs alır. Bədəni tərdən parıldayır. Birinci dəfədir ki, əlində sarıq yoxdur. Üstü açıq yara aydan görünür. Fənərə yaxınlaşdırıram. Oğlanın qasnaqlarla, cırmaq yerləri ilə, kəsiklərlə dolu qarnından və qasığından hələ də qan axır. Ona neyniyiblər? Pıçıltı ilə gözətçidən soruşuram. Bıçaqla. Gözətçi pıçıltı ilə cavab verir. Balaca bıçaqla. Bax, bu boyda. 2 barmağı ilə bıçağın uzunluğunu göstərir. Sonra xəyali bıçağı əlində sıxır, yatmış oğlanın bədəninə sancıb astaca sağa-sola fırladır. Bıçağı çıxardıqdan sonra əllərini yanına salıb hərəkətsiz dayanır. Oğlanın yanında dizi üstə çökür, fənəri üzünə tutub oyada bilmək üçün silkələyirəm. Oğlan gözlərini ağır-ağır açıb təzdən yumur. Dərindən nəfəs alır. Tənəffüsü rəvanlaşır. Oyan, kabus görürsən. Oğlanı deyirəm. Oyanır. İşıqdan qamaşan gözlərini qıyıb mənə baxır. Gözətçi su gətirir. Otura bilir. Gözətçi başını bulayıb oğlanı qaldırır. Su içməyə kömək edir. Bura bax, mən deyirəm. Deyirlər ki, hər şeyi etiraf etmisən. Deyirlər ki, qoca və qəbilənizdən başqa bir neçə nəfərlə qoyunları və atları uğurladığınızı boynuna almısan. Demirsən ki, qəbiləniz silahlanır. Barbarlar yazda imperiyaya qarşı böyük müharibəyə başlamaq üçün birləşmək niyyətindədirlər. Həqiqəti demirsən, bu etirafların nələrə səbəb ola biləcəyini anlayırsanmı? Bunu başa düşürsən? Susuram. Oğlan gözlərində uzun yol boyu dayanmadan qaçmış adamların baxışlarındakı boşluq və yorğunluq var. İndi əskərlər sizin qəbiləyə hücum edəcəklər. Qırğın olacaq, insanlar öləcək. Bəlkə də sənin valideynlərin, bacı qardaşların da həlak olacaqlar. Doğrudan mı buna razı olarsan? Cavab vermir. Ciyinlərindən tutub silkələyir, üzünü zillələyirəm. Qımıldanmır, sanki meyti vururam. Görünür, halı pisdir. Gözətçi arxadan pıçıldayır. Hər yeri ağrıyır, vəziyyəti ağırdır. Oğlan üzümə baxıb gözlərini yumur. Şəhərimizin yeganə həkiminə, həmyerlilərinin dişlərini çəkməklə, sümük unu ilə kərtənkələ qanından məhəbbət iksirləri hazırlamaqla dolanan qocanı çağırıram.
Çimona gildən təpitmə qoyur. Onlarca kəsik və yara yerinə yağlı maz çəkib, xəstənin bir həftəyə ayağa qalxacağına söz verir. Oğlanı yaxşıca yedirtməyi məsləhət görüb, yaraların səbəbi ilə maraqlamadan tələsik çıxıb gedir. Polkovnikin daha səbri qalmayıb. Köçərilərin üzərinə hücuma keçməyə, daha çox əsir tutmağa hazırlaşır. Oğlanı özünə bələdçi götürmək istəyir. Məndən qarnizonun 40 əskərindən 30-unu ona verməyi, bölməni atla təmin eləməyə xahiş edir. Onu fikrindən daşındırmağa çalışıram. İnciməyin, polkovnik, amma siz əsl hərbçi deyilsiniz. Ucqar yerlərdə savaş təcrübəniz yoxdur. Təcrübəli bələdçiniz yoxdur. O uşaq isə sizdən elə qorxur ki, sizi razı sala bilmək üçün nə desən uydurmağa hazırdır. Üstəlik, o səfərə çıxa bilməyəcəyi qədər zəifdir. Heç vaxt qarnizondan 5 mildən artıq uzaqlaşmamış sadə kənd əskərləri isə çətin ki, sizə kömək edə bilsinlər. Barbarlar yaxınlaşdığınızı bir gün əvvəldən hiss edib səhrada gizlənəcəklər. Onlar həmişə burada yaşayıblar. Bu yerlərə bələddirlər. Biz isə bunlara yadıq. Özü də bu məndən çox sizə aiddir. Bütün səmimiyyətimlə sizə getməmə məsləhət görürəm. Polkovnik mənə diqqətlə qulaq asır, hətta mənə elə gəlir ki, məni danışmağa həvəsləndirir. Heç şübhəsiz bu söhbət sonradan kağıza köçürüləcək, adımın qarşısında etibarlı deyil sözlər yazılacaq. O özünə maraqlı olan hər şeyi eşitdikdən sonra etirazlarımı əsassız adlandırır. Polkovnik, başa düşün, hakim, mənə verilən tapşırığa əməl etməliyəm. İşimin bitmədiyini yalnız özüm qərar verə bilərəm, deyib hücum hazırlıqlarını davam etdirirəm. O, səfərə üstünə düşərgə çarpayısı və qatlanan stol yükləmiş 2 təkərli qara kareti ilə çıxmağa hazırlaşır. Mən bölmə üçün at, araba, yem və 3 həftəlik azuqə hazırlayıram. Qarnizonun kiçik leytinantı da polkovniklə gedir. Leytinantı otağıma çağırıb təklikdə söhbət edirəm. Bələdçiyə arxayın olmayın. Oğlan çox zəif iradəlidir. Özü də çox qorxub. Havaya fikir verin. Yoldakı nişanları yaxşı yadınızda saxlayın. Başlıca vəzifəniz qonağımızı sağ-salamat geri qaytarmaqdır. Leytenant təzim edir. Colun yanına qayıdıb məqsədini öyrənməyə çalışıram. Hadisələrin gedişi barədə əvvəlcədən fikir yürütmək istəmirəm. O deyir. Lakin əvvəlcə sizin köçərlərin yerini müəyyən edəcək, sonra vəziyyətə uyğun hərəkət edəcəyik. Ona görə soruşuram ki, işdir, birdən azsanız sizi sivilizasiyanın ağışına qaytarmaq məhz bizim boynumuza düşəcək. İkimiz də susuruq. İkimiz də son sözlərimizdəki kinayədən həzz almaq üçün səbəb tapırıq. Hə, əlbəttə, o deyir. Lakin aza biləcəyimizi güman eləmirəm. Xoşbəxtlikdən özünüz bizi əla xəritələrlə təchiz etmişsiniz. Polkovnik, o xəritələr kimlərinsə sözü ilə tərtib edilib. Mən yalnız son 10-20 ildə səyyahların dilindən eşitdiklərimi bir yerə toplamışam. Özüm heç vaxt o yerlərdə olmamışam. Sadəcə sizə xəbərdarlıq eləmək istəyirəm. 2 gün içində bütün dincliyimi əlimdən alan polkovnika qarşı soyuq nəzakətdən başqa münasibət göstərə bilmirdim. İllərlə səyyar cəlladlıq etdiyindən görünür artıq bu cür rəftara vərdiş edib. Bəlkə cəlladlıq və işgəncə indi yalnız əyalətlərdə əclaflıq sayılır. Mən ona baxıb hələ usta yox. Şagird olduğu vaxtları təsəvvürümdə canlandırmağa, qısqacı dartmaq, məngənəni fırlatmaq və s. işlər tapşırılanda hansı hissləri keçirdiyini, qadağan olmuş həddi keçəcəyini dərk etdiyi anda ruhunun titrəyib titrəmədiyini anlamağa çalışıram. Həmçinin qapalı qapılar arxasında yerinə yetirdiyi, cəmiyyət içinə çıxıb insanlarla çörək kəsməyə imkan verən xüsusi təmizlənmə rituallarının olub-olmadığını bilmək istərdim. Bəlkə, məsələn, ehtiyatla əllərini yuyur, ya da başdan ayağa təmiz paltarlar geyinir. Bəlkə də 3-cü bölmə heç bir tərəddüdsüz günaha batdıqdan sonra soyuqqanlılıqla öz həyatına davam edən yeni növ insanlar yetişdirib. Gecə meydanın o başından, qoz ağaclarının altından orkestrin danqıltısı eşidilir. Zati əllərinin əskərlərə hədiyyə etdiyi bütöv qoyunu bişirən qızğın kömür qalıqlarının yaratdığı çəhrayı duman ətrafı bürüyüb. Əskərlər əyyaşlıq edib, dan yeri söküləndə yola çıxırlar. Döngələri keçib ambara çatıram. Gözətçi yerində yoxdur, daxmanın qapısı açıqdır. İçəri addım atan kimi ambarın dərinliklərində kiminsə pıçıldayıb güldüyünü eşidirəm. Gözlərimi qaranlığa dikib soruşuram. Kim var orada? Nəsə cırıldayır, ayağı büdürəyən gənc gözətçi az qala üstümə yıxılır. Bağışlayın, cənab, o deyir. Nəfəsindən kəskin rom qoxusu gəlir. Məhbus məni çağırmışdı, ona kömək etmək istəyirdim. Qaranlıqda kimsə bərkdən gülür.
Yuxuya getdikdən bir müddət sonra meydanda növbəti rəqs havasını çalan orkestrin səsinə oyanıb təzədən yuxuya gedirəm. Yuxuda kürəyi üstə uzanmış bir insan bədəni görürəm. Qalın, qara və parlaq saçlarının ensiz zolağı qasığa qədər uzandıqdan sonra ox ucuna bənzər üçbucaq şəkli alaraq ayaqlarının arasındakı qaranlıq oyuqda yoxa çıxır. Əlimi uzadıb oxşamaq istəyəndə isə saçlar qəfildən tərpənməyə başlayır. Çünki toxunmaq istədiyim, əslində saç yox, bir-birinin üstünə dırmanan arılardır. Bala bulaşmış, yapışqan arılar qaranlıq oyuqdan çıxıb sürətlə qanadlarını çırpırlar. Sonuncu dəfə nəzakət göstərmək xatirinə gölün kənarına çatıb, şimal-qərbə dönənə qədər polkovniki atımla müşahidə edirəm. Günəşin gölün üzərində əks olunan parıltısına dözə bilməyib, əlimi gözümün üstünə tuturam. Gecəki əyyaş məclisindən sonra hələ özünə gələ bilməmiş əskərlər yəhərin üstündə yırğalana yorğun halda karetin ardınca gedirlər. Məhbus atını yanınca sürən gözətçinin müşayiəti ilə cərgənin ortasında irəliləyir. Oğlanın üzü solğundur. Atdan narahat oturub. Görünür, yaraları hələ də sağalmayıb. Hamıdan arxada hərəkət edən yük arabaları, su çəlləkləri, azuqə və ağır yük, mizraq, muşket, əskərləri təchizat və çadırları daşıyır. Ümumiyyətlə, kədərli mənzərədir. Atlılar cərgəni pozdular. Bəzilərinin başı açıqdır, bəziləri lələklə ağır süvari dəbilqəsi, bəziləri isə adi dəri papaq taxıb. Hamı gözlərini suyun parıltısından qoruya bilmək üçün başqa səmtə baxmağa çalışır. Bir nəfərdən başqa. Çubuğa bərkitdiyi şüşələri gözünə taxmış polkovnik ləkəli şüşə parçalarının arxasından şəstlə irəli baxır. Görəsən bu yöndəmsiz dəb hələ nə qədər davam edəcək? Səssiz səmirsiz yol gedirik. Dan yeri sökülməmiş tarlaya çıxmış biçinçilər işdən yayınıb arxamızca əl eləyirlər. Döngədə atımın cilovunu dartıb sağollaşır, polkovnikə sağ-salamat qayıtmağı arzulayıram. Karetin pəncərəsindən mənə baxan polkovnik güclə seziləcək şəkildə başını tərpədir. Ağır bir yükdən xilas olmuş kimi dərindən nəfəs alıb geri qayıdır, yenidən öz-özümlə tək qaldığıma görə sevinirəm. Qala divarına qalxır, çayın gölə qovuşduğu, ensiz bitki örtüyünü səhranın tüstüsündə yoxa çıxdığı, uzaq yaşıl ləkəyə tərəf gedən dəstənin şimal-qərb yolu ilə ilan kimi sürünməyinə tamaşa edirəm. Tunc rəngli günəş əvvəlki kimi suyun üstündən asılı qalıb. Göldən cənuba doğru əvvəl bataqlıq və şoranlıq qalır. Sonra isə mavi boz rənglərə çalan çılpaq təpələr nəzərə çarpır. Kəndlilər tarladakı köhnə iri furqonlara toxum yükləyirlər. Vəhşi ördəklər gölün üzərində dövrə vura-vura süzülürlər. Yayın son günləri, dinclik və bolluq zamanı. Məncə, nəyin bahasına olursa olsun, dinclik vacib şeydir. Şəhərdən 2 mil cənubdakı kiçik qum təpələri qumu səhranın yeksənəkliyini pozur. Bataqlıqda qurbağa tutmaq, taxta xizəkli qum təpələrində sürüşmək yerli uşaqların sevimli yay əyləncəsidir. Uşaqlar səhərə qurbağa tutur, günəş batıb qun soyanda isə xizəkli təpələrdən sürüşürlər. Burada il boyu külək əssə də qum dağılmır. Cəmi bir neçə il əvvəl öyrəndiyimə görə onları dağılmaqdan taxta karkaslar və qurumuş ot örtüyü qoruyur. Məsələ burasındadır ki, təpələr arxasında hələ qərb əyalətlərinin birləşmədiyi, qalanın ucaldılmadığı qədim zamanlara aid tikililərin dağıntıları gizlənir. Bu xarabalıqları qazmaq çoxdan da əsas əyləncələrindən birinə çevrilib. Suvarma kanallarını və bəndləri təmir etmək üçün işçi qüvvəsinə ehtiyac olmayanda qanundan biraz kənara çıxıb müqəssirləri bir neçə gün təpələrdə işləməyə razı salırdım. İntizam məsuliyyətinə cəlb olunan əskərləri də ora göndərirdim. Bir vaxtlar bu qazıntılar məni o qədər maraqlandırmışdı ki, hətta muzlu fəhli də tutub xərcini öz cibimdən ödəyirdim. Heç kim burada işləmək istəmir. Qızmar günəşin qazılan qumu dərhal yerinə qaytaran şiddətli küləyin ucbatından təpələrdə işləyən insanlar mənim marağımı bölüşmürdülər. Bu onlara qəribə gəlirdi. Buna baxmayaraq, bu illər ərzində bir neçə böyük tikiliyə üzə çıxara bilmişəm. Onlardan axırıncısı qəzaya uğramış gəmi kimi qumun üstünə çıxıb. Onu hətta şəhər divarlarından da görmək mümkündür. Bəlkə də əvvəllər ictimai müəssisə və ya məbəd olan bu tikilinin dağıntıları arasından tapdığım qovaqdan hazırlanmış pərvazı evimdə buxarının üstündən asmışam. Pərvazın üzərində suda atılan balıqların təsvir olunduğu oyma naxışlar var. Elə oradaca ilk toxunuşda olub tökülən çuvaldan üstü yazı işarəli ilə dolu taxta lövhəciklər tapdım. Bu işarələr mənə heç bir əlifbanı xatırlatmır.
Paltar sıxacları kimi xarabalıqlar arasında səpələnmiş belə lövhəcikləri əvvəllər də tapırdıq. Lakin qumla o qədər örtülü olurdular ki, üzərlərindəki yazılar demək olar ki, seçilmirdi. Yeni tapılmış lövhəciklərdəki işarələr isə o qədər aydın idi ki, sanki dünən yazılmışdı. Bu sirli yazıları oxuya bilmək üçün ümidi ilə tapdığım bütün lövhəcikləri toplamağa başladım. Xarabalıqda oynayan uşaqlara belə tapıntıların əvəzində kiçik mükafatlar vəd edirdim. İlkin formalarını üstlərini örtən qumun sayəsində saxlamış taxta parçalarının bəziləri havaya çıxan kimi ovulub tökülür, bir anın içində toz yığınına çevrilir. Digərləri toxunan kimi qırılırdı. Bu taxta parçalarının yaşı mənə məlum deyil. Əfsanələrə inansaq, barbarlar həmişə maldarlıqla məşğul olmuş, daim çadırlarda yaşamış köçəri tayfalardı. Rəvayətlərdə gölün yaxınlığında yerləşən hər hansı yaşayış məskəni barədə heç nə deyilmir. Xarabalıqlar arasında insan qalıqları yoxdur. Bəlkə də burada nə vaxtsa qəbristanlıq olub. Lakin hələ də tapa bilməmişik. Qumun altındakı evlərdə mebel yoxdur. Bir dəfə kül yığınının içindən çiy gildən hazırlanmış saxsı və gözümün qarşısında olub tökülən qəhvəyi toz yığını tapdım. Görünür bu qəhvəyi toz yığını nə vaxtsa dəri başmaq və ya papaq olub. Maraqlıdır, evləri tikmək üçün ağacları hardan tapıblar? Bəlkə də o vaxtlar cinayətkarları, qulları, əskərləri şəhərdən çay kənarına qovurdular. Onlar isə şəhərdən 12 mil uzaqlıqdakı qovaqları kəsib doğrayır, arabalara yükləyib kimsəsiz çöllərə gətirir. Burada ev bəlkə də qala tikir və zamanla ölürdülər. Hamısı da ona görə ki, barbarların gəlişindən vaxtında xəbər tutmaq istəyən ağalar, hakimlər, hərbiçilər səhər axşam dama və ya qülləyə çıxıb ətrafı nəzərdən keçirə bilsinlər. Bəlkə də qazıntılar nəticəsində yalnız üst qatı aşkara çıxara bilmişəm. Bəlkə də daha 10 mil aşağıda vaxtilə barbarlar tərəfindən dağıdılmış başqa bir qalanın və o qalanın hündür divarları arxasında sığınacaq tapacaqlarını ümid edənlərin qalıqları var. Bəlkə də qumun altından aşkar etdiyim bu məhkəmənin döşəməsi üzərində dayanarkən, əlbəttə, əgər bu tikili doğrudan da məhkəmə idisə, əslində mənim kimi saçlarını imperiyaya xidmətdə ağartmış, nəhayət barbarlarla üz-üzə gəlib vəzifə borcunu yerinə yetirərkən həlak olmuş başqa bir hakimin sümükləri üzərində dayanıram. Hardan bilmək olar? Dovşan kimi torpağı qaza-qaza getməyin, lövhələrdəki yazıları oxumağa çalışmayın faydası olacaqmı? Torbada 256 lövhə var idi. Bəlkə bu say təsadüfi deyil. İlk dəfə 256 rəqəminin gizli məna daşıdığından şübhələnəndə otağımı boşaldıb lövhələrə geri düzməyə başladım. Əvvəlcə bir böyük və 16 kiçik kvadratı yanaşı qoydum. Sonra saysız hesabsız başqa kombinasiyaları yoxladım. Mənə elə gəlirdi ki, əvvəlcə əlifba elementləri hesab etdiyim bu işarələr əslində hansısa mozaikanın hissələridir. Və əgər onları düzgün yerləşdirə bilsəm, qarşımda barbarlar ölkəsinin qədim xəritəsi və ya qeyb olmuş panteonun şəkli peyda olacaq. Mən hətta lövhələrin güzgüdəki əkslərini də oxumağa çalışdım. Bir axşam uşaqlar şam yeməyi üçün evlərinə dağılışdıqdan sonra bənövşəyə alıqaranlığın düşdüyü, ilk ulduzların göründüyü, ölülərin evlərinin oyandığı ana qədər xarabalıqda tək başına veylənirəm. Uşaqların öyrətdiyi kimi qulağımı yerə dayayıb, dərinliklərdən boğuq bir uğultu, inilti və hardasa lap uzaqlarda fasilələrlə çalınan təbil səsi eşidirəm. Hava get-gedə qaralır. Qala divarları tədricən tutqunlaşıb, sonda tamamilə qaranlığa qərq olur. Plaşıma bürünür, taxta evin küncünə söykənib bir saat gözləyirəm. Güman ki, bir vaxtlar bu evdə kimlərsə söhbət edib, yeyib, içib, musiqi alətləri çalıblar. Ayın doğuşunu seyr edir, gecəyə ürəyimi açıb fərziyyələrimin həqiqət olduğunu, üstündə dayandıqlarımın sadəcə qum, çürüntü, pas, saxsı və gildən ibarət olmadığını təsdiqləyəcək bir neçə işarə gözləyirəm. İşarə isə verilmir. Nə həyəcanlanır, nə də dəhşətli qorxu hissi keçirirəm. İsti qumun üstündə oturduqdan bir müddət sonra mürgüləməyə başladığımı hiss edirəm. Ayağa qalxıb gərnəşir, kəskin qoxulu qaranlığın arasıyla yorğun halda evə doğru gedirəm. Axmaqlığa bax, mən düşünürəm. Qoca yaşımda vaxtında evə qayıdıb əskər yeməyini yeyib, rahat yatağımda yatmaqdansa, qaranlıqda oturub tarixin dərinliklərindən qopan hansısa səsin mənimlə danışacağını ümid edirəm. Başımızın üstündəki səma paytaxtdakı komaların, evlərin, məbədlərin, idarələrin üzərindəki səmadan heç nəyindən fərqlənmir. O nə daha mənfur, nə də daha xeyirxahdır. Səma səmadır, həyat da həyat. Hər şey hər yerdə eynidir.
Lakin başqalarının əməyi hesabına yaşayan, asudə vaxtını sərf edəcək mədəni azarlardan məhrum bir insan kimi mən öz kədərimi əzizləyir, bomboş səhrada tarixin hansısa maraqlı şıltaqlığını tapmağa can atıram. Şöhrətpərəst, avara, axmaq. Yaxşı ki, indi mənə heç kim görmür.